Çöldə çiçək oldum, çəməndə naxış, şimşəkdə od oldum, buludda yağış. Sirri bir göz gördüm, nurlu bir baxış, çevrildim çeşməyə, qarışdım çaya. Səni sevmək üçün gəldim dünyaya. Bəli, bizim bu dünyada ən böyük sevgimiz vətən sevgisidir. Bu sevgidən ilham alanlar yaxşı anlayır ki, vətənin dostları dostumuz, düşmənləri düşmənimizdir. Bugün qardaş Özbək xalqı ilə Azərbaycan xalqı arasındakı istər dövlətçilik istiqamətində, istər mədəni-mənəvi əlaqələr də elə bu sevgidən qaynaqlanır. Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin, münasibətlərin tarixi çox qədimdir. Səlcuqların, Xarəzmşahın, Əmir Teymurun bütövlükdə qədimdən formalaşan bu əlaqələr əsrlər, qərinələr keçdikcə yeni mahiyyət və məzmun almış, keyfiyyətcə yeni mərhələlərə qədəm qoymuşdur. Çünki hər iki dövləti bağlayan ortaq dəyərlər, ortaq mədəni əlaqələr, ən əsası da türk soyuna mənsub olmaq var. Türkəm, türkün öcünü düşməndən alasıyam. Mən Sultan Bəyazıdın, Teymurun balasıyam. Babəkin, Cavanşirin alınmaz qalasıyam. Mən türkəm. Süzür səmazənlərim, səmada mələklər tək. Cəngi ilə cəng tutan igidlərim bir pələng. Hünərim dildə gəzir doğudan batıyadək. Mən türkəm. Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işlərinə töhfə verən ilk ölkələrdəndir. Xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihə də elə Özbəkistan Respublikasına məxsusdur. İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə məktəb binası inşa olunub. Bu barədə Prezident İlham Əliyev fikirlərini belə ifadə edib. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb əslində bir təhsil sarayıdır. Məktəb Özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu təkcə təhsil ocağı deyil, həm də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Bəli, şübhəsiz ki, son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Sevinirik ki, bu istiqamətdə görülən işlərin içərisində bizim universitetin də adı çəkilir. Artıq neçə illərdir ki, qardaş Özbəkistan Respublikasından olan alimlər, ziyalılar, tələbələr qonağımız olur. Böyük sevgi ilə 2 il bundan öncə filialımızda Professor Yusif Aliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzi də həmin qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Həmin mərkəzdə qorunan Özbəkistanın tarixinə və bugününə aid olan fotogüşələr, kitablar, suvenirlər bizim qardaşlığımıza duyduğumuz böyük dəyərin simgəsi kimi sərgilənir. Universitetimizdən də il ərzində dəfələrlə əməkdaşlarımız Özbəkistana elmi tədqiqatlar arxasınca gedir. Bu iki tərəfli münasibətlər gün keçdikcə daha da inkişaf edir. Əminik ki, Azərbaycanın Özbəkistan, eləcə də digər Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcəkdir. Qardaş Özbək xalqı, biz siz bilən fəxrlanamiz, sizni juda yaxşı körəmiz, sağ salamət boling, ömrünüz uzaq bolsun. Azərbaycan sizni juda yaxşı körədi.